Vahid heyvanların qurban kimi kəsilməsi işinə nə cür baxmaq lazımdır? Həzrəti Zərdüşt Peyğəmbər əleyhissalam onların qurban kimi kəsilməyini qadağan edib. Bhagavad Gita'da da, yəni Həzrəti Krishna təfəkkürünə də əsasən heyvanları kəsmək, öldürmək olmaz. Orada da elədir. Bu yazıq heyvanların nə günahı vardır ki, onları ya qurban kimi ya da elə belə kəsəsən. Onların kəsilməyinin ixtiyarı insana verilib bəyəm. Verilməyib axı. Nə vaxt bu ixtiyar insana verildi? Sənin fikrin nədir? Birincisi, heyvanı kəsmək, ona əzab vermək deməkdir. Bu əzab onun ətinə də keçir. Əzablı qidanı yemək olmaz. İkincisi, inəyin, keçinin, qoyunun, camışın südündə ağ işıq zərərləri həddindən artıq çoxdur. Ona görə də onun südünü içmək, ağartı məhsullarını yemək insanın bəsidir, kifayətidir və xeyrinədir. Heyvanın ətini yemək isə düzgün deyil. Ona görə ki, ətdə həddindən çox qırmızılıq, qırmızı xaçı zərrələr axını vardır. Amma təzə balıq ətində ağ işıq zərrələri çoxdur. Onu yemək daha faydalıdır. Bəs qurumuş balıq da? Sənə bir söz deyim, söhbəti yaxşı yerə caladın. Qurumuş, hislənmiş balıqda enerji toplumu, yəni xaçlığın toplumu daha çoxdur və potensial enerjini insan orqanizminə daha çox verir. Çünki xaçlıq, xaçı zərrələr düzgün texnologiyada hazırlanmış balıqda sabitləşmiş haldadır. Yəni ətraf mühitlə, hava ilə bu zərrələrin mübadiləsi çox-çox sabitdir. Bu hislənmiş balıq əti insanlara lazımdır. Bəs donuz əti? Donuz ətindən tamamilə istifadə etməsən daha yaxşıdır. Donuz ətinin tərkibində ağ zərrə işığı demək olar ki, heç yoxdur. Onda bozluq, boz zərrələr çoxdur. Donuz ətini yeyəndə nə proses, nə hadisə baş verir? Donuz ətinin tərkibi arağın tərkibi ilə oxşardır. Arağın özündə də ağ işıq zərrəsi yoxdur. Hər ikisi orqanizmə daxil olanda parazit funksiyası daşıyırlar. Onlar parazit kimi özlərini aparırlar. Çünki hər ikisi insan orqanizmindən onun mədəsinə, daha doğrusu özlərinə ağ işıq zərrələrini toplayırlar və orqanizmdəki ağ işıq zərrələr axımını pozur. Deməli, donuz əti və ya araq insan mədəsinə düşdükdə özlərinə ağ işıq zərrələrini toplayırlar. Əslində onların özləri toplanır. Donuz əti ya da araq orqanizmə daxil olanda onların özlərində olmadığından orqanizmdəki ağ işıq zərrələri onları bir yaranış sifəti ilə hifz etməkdən ötürü onların tərkibinə, daxilinə doğru hərəkət edib onlarda toplanırlar. Hər hansı başqa qidanı, suyu, çayı qəbul edərkən ağ işıq zərrələrinin axını çox rahatlıqla, ahəngdar olur. Amma donuz əti ya da arağı qəbul edərkən orqanizmdə bu axın məhdudlanır, pozulur. Üzvlərin hamısından, ciyərlərdən, böyrəklərdən, bağırsaqlardan, hətta beyindən də donuz ətini ya da arağı hifz etməkdən ötürü onlara kömək gəlir. Və bir müddət orqanizmin normal funksiyası pozulur, vəhdət axını pozulur. Deməli, bədəndə, orqanizmdə, onun üzvlərində ağ işıq zərrələrinin mütənasibliyini pozmaq lazım deyil. Deməyincə, buna görə donuz əti yemək, araq içmək olmazmış. Əlbəttə, bil ki, nəyə görə yemirsən və nəyə görə də içmirsən. Eyni zamanda bədənə də bioloji, fizioloji zərərləri varmış. Bədənə zərər vermək fikri hələ yarımçıqdır, tam deyil. Təkcə bir bədəndən ağ işıq zərərlərinin mədədəki arağa toplanmağı hələ dərdin yarısıdır. Sən arağı içməklə, donuz ətini yeməklə nəinki özünə, ətrafına da qaranlığı, qaralığı gətirirsən. Çünki ətrafından da ağ işıq zərərləri mədənə və özünə kömək üçün sənə toplanırlar. Düzdür, donuz əti də bir qida növüdür. Bəşər deyə bilər ki, bunu da Allah yaradıbdır. Doğrudan da Allah onu da yaradıb. Allah çox şey yaradıb. Bəs niyə onu da onlarla qidalanmırsan? Bəli, Allah yaradıb, çünki o donuz da təkrar yaranışdır. Amma sən dərk et ki, Allah hər nəyə yaradıb, gəlin yeyək, bu olmaz ki. Mənə elə gəlir, donuz əti yeməklə yaxud araq içməklə həm də Allaha, böyük yaradana etiqad azalmış olur. Etiqad böyük yaradana öz daxilində olan inamındır. O tamamilə ayrı anlamdır. Amma bir vücudda, orqanizmdə işıq axımını azaldırsansa, onda kənardan özünə işıq axımını çəkib gətirirsən. Bu isə disbalans yaradır, ətrafa sirayət edir. Bu sirayət yaxın qalaktikalara qədər yayılır. Onda normal axın, ahəng pozulur. Olmaz belə etmək. Ümumi fikir vardı ki, şimal bölgələrində, xüsusilə Rusiyada, qışda bərk soyuqlar keçdiyindən həddi keçməmək şərti ilə donuz əti də yemək olar. Araq içmək də. Amma cənub ölkələrində sayırlar ki, donuz ətində xəstəlik olur. Odur ki, bax, bayaq mən dedim ki, orqanizmə araq daxil olanda ətrafdan onun hifzi üçün ağ zərrələr yığışırlar. O ətdə,
yaraqda xaçı zərrələr də olur axı. İstiliyi bir müddət o xaçı zərrələr verir və sonra bunlar çox azalır. Bir qədərdən sonra o ətin ya arağın həzmi üçün ətrafdan, orqanizmdən oraya əlavə xaçı zərrələr də axır. Bədən başlayır soyumağa və üşümə başlayır. Bu anda beyindən siqnal verilir. Həm də ağ işıq və xaçı zərrələr çəkilir orqanizmin özünə ki, pozuluşu aradan qaldırsın. Orqanizmin işini bərpa eləsin. Deməli, gözlənilən istilik effekti özünü sən deyən o qədər də göstərə bilmədi. Orqanizmin ümumi işi bax beləcə pozulur. Deyilir, donuz əti yemək, araq, spirtli içki içmək günahdır. Bax, günah buna görədir. Olmaz bunlar etmək. Mənim bu aydınlaşdırmalarım görürsən elmi xarakteri daşıdığından gərək indi tam anlaya biləsən. Yəni varlığında olan, yaranışından başlayan ağ müqəddəs işıq axımını, hərəkətini məhdudlaşdırmaq olmaz. Müqəddəslikdən müqəddəs işlara, ahəngsizlik, qaranlıqlar toplamaq olmaz, hərəkətləri ləngitmək olmaz. Doğrudan da belə hallarda insan özünə və ətrafa çox böyük sahələrə qaralıq gətirdiyindən o əslində də cəhənnəmlikdir. Hər bir yaranış özünün ilkiliyinə, müqəddəsliyinə qayıtmalıdır, cəhənnəmə yox. Düzdür, böyük yaradan bağışlayandır, amma araq, spirtli içkilər içməklə cəm qalaktikalara anarxiya gətirəndə böyük yaradan heç kimi bağışlamaz. Böyük yaradan mənə bunları belə deyib, belə göstərib. Mən də uyğun olaraq bunları beləcə də deyirəm. Başqa cür deməyə heç bir ixtiyarım yoxdur.